İkinci Qarabağ müharibəsi xalqın illərlə içində saxladığı harayın, torpağa dönən duaların, şəhid qanı ilə yazılan zəfər dastanıdır. Azərbaycan əskəri dağları keçdi, qayaları aşdı, düşmənin müdafiəsini sarsıtdı. Təkcə torpağı deyil, milli qüruru da azad etdi. Bu müharibə bir əskərin addımı ilə yox, bir millətin yumruğu ilə qazanıldı. Bu qələbəni bizə yaşadan qəhrəmanlarımızdan biri də tibb xidməti leytenantı Şəmilov Azər Elyasoğludur. O 1971-ci il avqustun 13-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. Azər Şəmilov 1978-ci ildə soyulan kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olur. 1986-cı ildə orta təhsilini kimya-biologiya təmayüllü liseydə davam elətdirib və oradan məzun olub. O, Qazaxstanda həqiqi hərbi xidmət keçir. 1991-ci ildə vətənə qayıdan Şəmilov Azər 1-ci Qarabağ müharibəsinə yollanır. O, 1994-cü ildə müharibədən qayıdaraq Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsinə daxil olur. Universiteti bitirdikdən sonra yenidən Naxçıvan şəhərində en sayılı hərbi hissədə həkim kimi xidmət edir. Daha sonra Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyinin Tərtər rayonunda yerləşən bölməsində baş həkim olub. 2020-ci ilin sentyabrın 27-sində 2-ci Qarabağ müharibəsinə həkim kimi yollanan Şəmilov Azər onlarla hərbiçiyə döyüş meydanında ilkin tibbi yardım göstərib. O, 2020-ci ilin oktyabrın 14-də Suqovuşanda hərbiçilərə ilkin tibbi yardım göstərdiyi yerdə düşmən gülləsinə tuş gələrək şəhid olub. O, təntənəli mərasimlə Bərdə rayonu Kələntərli kənd qəbirstanlığında dəfn edilir. Ailəli idi. 2 övladı yadigar qalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Azər Şəmilov ölümündən sonra vətən uğrunda Suqovuşanın azad olunmasına görə, hərbi xidmətlərə görə medalları və 3-cü dərəcəli rəşadət ordeni ilə təltif edilib.